Sumqayıt Dövlət Universitetində 1-ci Beynəlxalq Maliyyə, Audit və Rəqəmsallaşma Simpoziumu keçirilib. Simpoziumun məqsədi müasir dövrdə maliyyə və audit sahəsində rəqəmsallaşmanın rolunu müzakirə etmək, eləcə də beynəlxalq elmi əməkdaşlığı gücləndirmək olub. Açılış mərasimində çıxış edənlər bildiriblər ki, bu cür beynəlxalq elmi platformalar universitetlər arasında əməkdaşlığın genişlənməsinə, yeni elmi ideyaların və innovativ yanaşmaların formalaşmasına xidmət edir. Natiqlər rəqəmsal transformasiyanın maliyyə sisteminə təsirləri, süni intellektin audit proseslərinin inteqrasiyası və maliyyə təhlükəsizliyi kimi məsələlərə toxunublar. Mən əminəm ki, bizim bugünkü simpoziumumuz ölkəmizdə böyük bir hadisəyə çevriləcək və bu simpoziumda müzakirə olunan nəzəri və praktiki məsələlərin nəticəsi olaraq müvafiq tövsiyələr hazırlanacaq və onlar müvafiq aidiyyəti, maraqlı təşkilatlara və qurumlara təqdim ediləcək. Simpozium öz işini bölmə iclasları ilə davam etdirib. Sessiyalarda müxtəlif istiqamətlər üzrə elmi məruzələr dinlənilib. İşbirliği protokolü imzaladık. Gerek akademik personelimizle, idari personelimizle, öğrencilerimizle, talebelerimizle birlikte bunların uluslararası alanda tecrübe sahibi olmalarını istiyoruz. Onlarla birlikte ortak faaliyetler yürütmesini, işbirliği yapmasını, en azından bir ziyarette bulunmasını bile bu protokoller çerçevesinde imkan sağlıyoruz. Qeyd edək ki, simpozium 14 noyabr tarixinə qədər davam edəcək.